bir çox insanlarda boğaz ağrısı ilə müşahidə edilib başlayan, daha sonra yuxarı tənəffüs yollarından aşağı tənəffüs orqanlarına sürətlə hərəkət edən infeksiyon xəstəlikləri, bakterial və ya virus mənşəli daha çox rastımıza çıxa bilir. Təbii ki, əksəriyyəti kəskin respirator virus infeksiyası olduğuna görə hava damcı yolu ilə bizim burun və ağız nahiyəsindən daxil ola bilir. Yəni, infeksiyanın giriş qapısı həmin nahiyələr olduğuna görə bir çox insanlarda burun tutuqluğu və yaxud da burun axması və yaxud da bəzilərində boğazın ağrıması. Son zamanlar yayılanlarda isə çox insanların fikir vermişsiniz səsi də batıb. Onlarda nəinki boğaz, yəni badamcıqlar hissəsinin ağrısı olsun, o aşağıya doğru udlağın da, qırtlağın da iltihabına gətirib çıxarda bilir. Və daha sonra isə çox sürətli şəkildə iki tərəfli və yaxud da bir tərəfli, yəni sağ və ya sol tərəfli pnevmoniya ilə müşahidə oluna bilir. Qrip və digər virus infeksiyalarının yayıldığı dövrlərdə soyuq dəymə deyək, bunlar olduğu zamanda əgər boğazda ağrı başlayıb, sabah da eyni ağrı varsa və ya eyni ağrının üzərinə biraz da artıbsa, yüngül şişkinlik varsa, udqunma çətinliyi varsa, bu zaman prosedurları biraz artırmaq lazımdır. Məsələn, əgər ciddi bir qızdırma yoxdursa, mən həmən antibiotik istifadə etməyin tərəfində deyiləm. O zaman nə etməliyik? Təbii antibiotik istifadə etməliyik. Məsələn, propolisin cövhərindən, onun spirtlə çıxarışından götürülüb, 20 damcı götürüb, 50 milli suya qarışdırıb, səhər-axşam yeməkdən sonra istifadə edin. Daxilə istifadə etmək istəməyənlər, yarım çay qaşığı propolisin 20%li spirtlə çıxarışını, yəni cövhərini götürüb, 50 milli suya qarışdırıb, qarqara şəklində gündə 4 dəfə olunsun. İki variantın ikisindən də fayda alacaqsınız. Daxilə qəbul etsəz daha yaxşı olar ki, boğazınız, həmçinin udulaq və bronxlarınız üçün belə çox faydalı effekt verə bilər. Məsələn, bu daha çox orta yaşlı insanlarda və xroniki xəstəlikləri olan insanlarda daha gec sağalmalarla özünü göstərir və bu qrupa uşaqlar da aiddir. Ona görə heç olmasa qarqara eləməyi bacaran uşaqlara belə propolisin cövhərindən istifadə etsinlər. Çünki biz orada bakteriya da olsa əleyhinə mübarizə apara bilirik, virus da olsa, göbələk də olsa. Bu bizim üçün ilk giriş qapıdan boğazımızın ağrımasının, iltihaplaşmasının, irəliləməsinin qarşısını alır. Bir də gündüzlər gündə bir dəfə qara zirə yağını yağ şəklində günorta yeməkdən 2 saat öncə və ya yeməkdən 1 saat sonra daxilə qəbul edin. Bir də utindi bitkisinin tozunu içə bilməyənlər kapsul şəklində istifadə edə bilər. Utindi tozu götürülür, yarım çay qaşığı, 2,5 qram qədər götürün, bir xörək qaşığı bala qarışdırın, gündə 2 dəfə yemək kimi yiyin, 10 gün istifadə edə bilərsiniz. Yeməkdən sonra istifadə eləsə sizə qıcıqlandırıcı təsir göstərməz. Yox, əgər utindi bitkisinin tozunu istifadə etməyi bacarırlarsa, 15 dəqiqə onu dəmləyin, dəmlədikdən sonra elə eyni qayda ilə gündə 2 dəfə yarım çay qaşığı 100 milli ilıq suda həll elədiniz, 10 dəqiqədən sonra onu daxilə qəbul edə bilərsiniz. Və yaxud da heç bala qarışdırmadan utindi bitkisinin tozunu suya qarışdırdınız, üzərinə biyan və yaxud da cökə və ya akasiya balı əlavə eləyin və o şəkildə daxilə qəbul edin. Bu prosedur 10 gün müddətində sizə effekt verəcək.